Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, lam yalid ve lem yulad ve lem yekun lehu kufuven ahad. İnsanın başına gələn hər hansı bir müsibət zaman keçdikcə, tədricən insanın yadından çıxır və bu təbii haldır. Allahın insana verdiyi böyük bir nemət sayılır bu hal. Çünki insanın yadında qalsa, müsibət ardıcan insana gələndə, insan onları unutmasa, insanda böyük problemlər yarana bilər. İkinci, ixtiyari unutqanlıq, yəni insan özü bilə-bilə nəyisə unudur. Dedik ki, bəzi ayə hədislərdə də bu hal təriflənir. Yəni, bəzi şeylər var ki, insan onları unutsa, yaxşıdır, bəyənilən bir işdir. Və dinimiz tövsiyə eləyir ki, o məqamlarda unutqanlıq insanın böyüklüyündən xəbər verir, insanın ruhunun əzəmətindən, şəxsiyyətindən xəbər verir. Nəinki eyib sayılır insan üçün, düzdür, bəzi yerlərdə unutqanlıq insan üçün eyib sayılır, nöqsan sayılır, insanın məqamının aşağı olmasından xəbər verir. Amma o yerlər ki, biz sadaladıq, dedik bu yerlərdə əksinə insan üçün nöqsan və eyib sayılmaz, nə sayılar? Bir fəzilət sayılar. Ki, 3 dənə yer biz qeyd elədik, müəyyən ayə və hədislər oxuduq, amma həmin 3 yerlə bağlı yenə bir sıra ayə və hədislər inşallah oxumaq istəyirəm və gələn söhbətdən inşallah o yerlər ki, insan onları unutmamalıdır və unutqanlıq o yerlərdə dinimiz məzəmmət eləyir o halı insanda, onlardan inşallah danışarıq. O 3 halın biri bu idi ki, insan elədiyi yaxşılığı gərək unuda. Yəni, insan bir yaxşılıq eləyir, onu yadında saxlaması yaxşı iş deyil. Onu xatırlaması yaxşı iş deyil. Əksinə gərək insan orada elədiyi yaxşılığı yadından çıxara. Düzdür, Allah insanın elədiyi yaxşılığı cavabsız qoymur. Əvəzin verir, istər bu dünyada, istər axirətdə. Allah Teala hər bir yaxşı əmələ bir əvəz qoyub. Allahın lütfündəndir, mərhəmətindəndir ki, sən bir yaxşı iş görürsən, düzdür, yaxşı iş görmək bizim vəzifəmizdir. İnsan elə yaranıb yaxşı iş görmək üçün. Bizim məqsədimizin, yaranışımızın məqsədi elə budur ki, biz ehsanlar eləyək, yaxşı işlər görək. Ehsan, yəni ümumiyyətlə yaxşı iş görməyə deyirlər. Məqsədimiz budur ki, Allah bizi bunun üçün yaradıb ki, biz dünyada yaxşı işlər görək. İnsanın adına, səviyyəsinə, məqamına layiq işlər görək. Vəzifəmizdir, borcumuzdur, amma bundan belə Allah bizim elədiyimiz yaxşı əməlləri əvəzsiz qoymur, cavabsız qoymur. Məsələn, bizim qıldığımız namaz bizim borcumuzdur, vəzifəmizdir, biz namaz qılmalıyıq. Amma görürsən, Allah Teala ona bir savab təyin edir. Oruç tutmaq bizim borcumuzdur, xaliqimizin, pərverdigarımızın bizə əmridir. Necə məsələn, ata oğluna, övladına bir şeyi əmr eləyəndə onu yerinə yetirmək onun borcudur. Amma atanın borcu deyil ki, məsələn, övlad yerinə yetirdiyinə görə ona nəsə bir əvəz versin. Bunun borcu deyil, bu atadır, əmr eləyir, onun da vəzifəsi budur ki, əmrə itaət eləsin. Amma bəzən ata lütf eləyir, ağalıq göstərir, mərhəmət göstərir, övladının o işini ki, borcu idi, eləməli idi, əvəzsiz qoymur. Allah Teala da belə. Əmr eləyir, yerinə yetirmək bizim ixtiyarımız yoxdur ki, onu yerinə yetirməyək. Borcumuzdur, amma Allah lütf eləyir, mərhəmət göstərir, borcumuz sayılan işi yerinə yetirdiyimizə görə Allah bizə mükafatlar verir, özü də nə qədər. Yunus surəsinin 26-cı ayəsini oxuyuram sizə. Bir ayədə Allah Teala yaxşı iş görənin 4 dənə mükafatından danışır. Yəni, bir nəfər bir yaxşı iş görsə, fərq eləməz. Fərdi, ictimai,
birinə bir xidmət və yaxud da özü elə fərdi şəkildə nəsə bir yaxşı iş görsə, bu ayə buyurur Yunus surəsi 26-cı ayə ki, 4 dənə əvəzi var. Bismillahirrahmanirrahim. Lillezine ahsanu. O adamlar ki, yaxşı işlər görürlər, gözəl işlər görürlər, ehsanlar eləyirlər. Onlar üçün bu 4 dənə əvəz var. Birincisi əl-husna. Lillezine ahsanu əl-husna. O adamlar ki, yaxşı iş görürlər, onlar üçündür nə? Yaxşılıq. Yəni Allah Taala yaxşılığın cavabını yaxşılıqla qaytarır. Yaxşı bir iş görmüsən, Allah da sənə qarşı bir yaxşı iş görəcək. Sən kiməsə əl tutmusan, Allah da sənə bir yerdə əl tutacaq. Gərək o adam sənə əl tutaydı, amma Allah sən onun bəndəsinə, çünki o Allahın bəndəsi sayılır axı. Əl-xəlqu iyalullah hədisdə var ki, yaranmışlar Allahın ailəsi sayılır. Əhabbuhum ilallah ənfa'uhum. Allahın yaratdıqlarının içərisində Allahın ən sevimlisi onun bəndələrinə, yaratdıqlarına əl tutanlardır, fayda verənlərdir. Əgər birinə və yaxud da bir cəmiyyətə bir fayda vermirsən, xeyr səndən baş verib, Allah buyurur, onun əvəzi elə xeyr olacaq. Hətta mərhum Əllamə Təbatabai ağanın təfsirində var, ayələri təfsir edəndə bir yerdə buyurur ki, özü də fərqi yoxdur. Allah ümumiyyətlə yaxşılığın cavabında yaxşılıq qoyub. O yaxşılıq kimdən baş verir, versin, fərqi yoxdur. Hətta üzr istəyirəm, digər canlılardan, heyvanlardan da o yaxşılıq baş versə, onun da mükafatı var. Allah ehsana ehsan qoyub, yaxşılığa yaxşılıq qoyub. Öz tərəfindən kimdən yaxşılıq olsa, fərqi yoxdur, hətta heyvandan da olsa. Bəzi ayələrin təfsirində ağalar, məxsusən də mərhum Əllamə Təbatabai ağa buyurur ki, insanlar kimi bəzi heyvanlar da qiyamətin günündə məhşərə gələcəklər. Onlar da etdiyi yaxşılığın cavabını alacaqlar, öz səviyyələrində. İndi o ayrıca bir mövzudur, o təhlil olunsa, yəni bu məclisin yeri deyil, o artıq elmi bir söhbətdir. Amma söz buradadır ki, ağa buyurur, yaxşılığın cavabı yaxşılıqdır, hər kəsdən baş versə, hər kəsdən baş versə. Hətta bir zalim insandan da baş versə, bir kafir insan da bir yaxşılıq iş görsə, onun cavabı yaxşılıqdır. Mümkündür bir adam, bir kafir yaxşı iş görə, Allaha inanmır. Ateistdir, materialistdir, amma yaxşı iş görür. Nə qədər qeyri-müsəlman alimlər var ki, cəmiyyətə ixtiralar ediblər, o ixtiraların nəticəsində cəmiyyət bu günləri istifadələr edir, bəhrələnir. Qeyri-müsəlman, Yəhudi, Xristiyan alimləri. Allah yaxşılığın cavabını yaxşılıqla qoyub. Ya bu dünyada, ya axirətdə. İndi onu artıq o ayrıca bir mövzu olar ki, bəli, kafirin bəs Allah cavabında nə qoyacaq? Buyurur ki, ola bilsin ki, Allah onun cavabını dünyada versin. Ola bilər, müəyyən məsələn, yaxşılıqlar var ki, cavabı bərzəx aləmindədir. Ola bilər ki, yaxşılıqların mükafatı bu olsun ki, qiyamətdə əzab yüngülləşsin. Kafirdir, cəhənnəmlidir, amma yaxşı iş gördüyünə görə Allah bunun əzabında yüngüllük yaradacaq. Bu da onun yaxşılığının əvəzidir. Yəni, ayə buyurur ki, lillezine ahsanu el-husna. Yəni, bu qanundur. O adamlar ki, yaxşı iş gördü, onlar üçün əvəz yaxşılıqdır. Bu bir. İkinci əvəz nədir? Və ziyadətun. Allah o yaxşılığı qaytaracaq. Özü də yaxşılıq qədərində yox, artıq qaytaracaq. Yəni, Allahdan faiz halaldır. Birinə bir pul vermirsən, yaxşılıq eləmirsən. Əvəzində də sən 100 manat artıq qaytar olmaz. Amma Allaha eləyirsən yaxşılığı, daha doğrusu Allaha eləmirsən, bəndələrə eləyirsən, özünə eləyirsən bu yaxşılığı, bununla belə Allah lütf göstərir, sənə əvəz verir, amma əvəzi artıqlaması ilə. Üstünə faiz gələrək verir Allah. Quran-ı Kərim bir ayədə buyurur ki, yaxşılığın əvəzin Allah 1-ə 10 verir. Məşhur ayədə eşitmişsiniz, biz də dəfələrlə danışmışıq.
Bir ayədə var, Nisa surəsi 173-cü ayə, Allah orada da rəqəm söhbəti eləmir. Bu məşhur ayədə 10 söhbətin deyir. Bir yaxşılığa Allah 10 əvəz verəcək. Amma Nisa surəsi 173-cü ayə buyurur ki, فَأَمَّا آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ O adamlar ki, iman gətirdilər və yaxşı iş gördülər, salih işlər gördülər, əvəzin Allah fəyuvaffihim artıracaq, ücurəhum, onların əcirlərini. Nə qədər? Rəqəm demir. Ardıcan buyurur, və yaziduhum min fəzli, verəndən sonra Allah öz fəzlindən artıra gedəcək. Bu bir eləmişdi. Amma əvəz 10 oldu, 100 oldu, 1000 oldu, Allah artıra gedir. Birə gör nə qədər. Bəzi ayələr rəqəm deyir, amma bəzi ayələrdə rəqəm yoxdur. Hətta səbr edənlərin məqamı haqqında Allah buyurur ki, əgər bir bəndə ibadətə səbr eləsə, onun əcri hesabsızdır. Yəni, hesablasan qutarmayacaq. Bir dənə ibadətə səbr elə. Gəlmisən, düzdür, ibadət ilk mərhələdə, ibtidai mərhələdə çətindir oruç tutmaq, namaz qılmaq. Amma bir dənə eləsən, 2 dəfə, 3 dəfə səbr göstərsən, Allah buyurur ki, hesabı yoxdur da onun. Bəzi şeylər var ki, onların hesabını biz hesablaya bilmərik. Hətta Allah Taala hesab üçün göy aləmində məxsus mələklər seçib, bəzi şeylər var ki, o mələklər də hesablaya bilmir. Məşhur demişik bunu ki, 10 nəfərdən keçdi cəmaat namazının savabı, adamların sayı da yerlər kağız olsa, göylər kağız olsa, meşələr qələm olsa, insanlarla cinlər yazan olsa, yazıb qutara bilməzlər. Hesabsızdır bəzi şeylər var ki, onların əcri hesabsızdır. Bu ayədə buyurur ki, وَيَزِيدُهُمْ مِنْ فَزْلِ O iman gətirib yaxşı iş görənə Allah fəzlindən artıracaq. İkinci bu. Üçüncü buyurur, وَلَا يَرْحَقُ وُجُوهَهُمْ قَتَرٌ وَلَا زِلَّةٌ Üçüncü əvəz. Ki, Yunus surəsi 26-cı ayədə o adamlar ki, yaxşı iş görürlər, onların qiyamətin günündə üzləri çox parlaq olacaq. Onların simalarından nur saçacaq. Bilinəcək ki, bunlar yaxşı iş görənlər olublar. Və la yərhəqu vücuhəhum qətərun. Bəzi insanlar var ki, onların üzləri qaralacaq. Qaranlıq olacaq onların üzləri. Hətta ayə buyurur ki, bəziləri var ki, üzlərindən bilinəcək ki, bunlar günahkar olublar. Yəni, günahları qiyamətin günündə onların üzünə, simasına elə çıxacaq ki, hamı biləcək ki, bunlar günahkar olublar. Və zillətun, onların simasına bəzi insanlar var, onların simasına zillət gələr, zəlillik gələr. Yəni, onların üzlərinə baxanda xar insanlar, zəlil insanlar necə olarlar? Alçaq insanlar. Buyurur, onların üzlərində o zillət aşkar olacaq. Amma o adamlar ki, yaxşı iş görəndilər, özlərinə, insanlara, xəlqə, cəmiyyətə, buyurur, onların üzlərində nə qaranlıq olacaq, nə də ki, zillət olacaq. Onların üzlərindən nur saçacaq. Allah buyurur ki, yaxşı iş görənin 3-cü əvəzi budur. 4-cü əvəzi nədir? Ülaikə əshabul cənnəh hum fiha xalidun. Onlar cənnətdə olacaqlar, özü də əbədi. Özü də əbədi. Bu 4 dənə Allah əvəzi sayır, bir dənə yaxşı işə. Görün, nə gözəl Allah. 1 manat kiməsə bir əl tutmusan, məsələn, Allah gör, nə 4 dənə, bu, kim eləyər bunu? Kim eləyər? Biri üçün iş görür, gördüyü işin miqdarında əvəz verir ona da. Məsələn, gəlib biri sənin üçün maşınında usta nəyisə bağlayıb, çıxartasan ona 1000 manat pul bu olmaz ki, onun qiyməti var. Həzrəti İmam Hüseyin əleyhissalamın övladlarından birinə bir Quran müəllimi bir ayə öyrətdi. Balaca uşaqdı, ona bir ayə öyrətdi. O ayəni öyrədəndən sonra İmam Hüseyin əleyhissalam çıxartdı, ona külli miqdarda pul verdi. Ağaya irad tutdular. Dedilər, ağa, o neyniyib ki, bir dənə ayə öyrədib sənin övladı var. Dedi, onun mənə verdiyi, mənim ona verdiyimin yanında, mənim ona verdiyim, onun mənə verdiyinin yanında nədir ki?
O mənə gör nə verdi, mənim övladıma gör nə verdi, mən ona nə verdim. Yəni mənim verdiyimlə onun mənə verdiyini tərəziyə qoysalar, onun mənə verdiyi çox ağır gələr. Zahirdə Allahın elçisi buna deyirlər də. Hər bir məsum peyğəmbər, imam Allahın sifətlərinin yer üzərində cilvəsi sayılırlar. Onlar Allahın sifətlərini cilvələndirən insanlardılar. Bizi kimi deyirlər, biz hesablayırıq. Amma Allahda hesab yoxdur. Ya Allah, açır, rəhmətindən tökür insanın başından. Bir dənə yaxşı əmələ Allah, indi bu bir dənə ayədir, məsələn, başqa ayələri də oxuyanda başqa nə qədər savablar öz yerində. Allah ki, yaxşı işə bu qədər savab verir, buyurur ki, bunu bir dənə şərtlə verir. Daha elə indiyəcən yaxşı gəlmişdik, bundan bir yana biraz qəlizləşdirəcəyik məsələni. Bir dənə şərtlə verir. O nədir? Buyurur, elədiyi unut. Niyə unudum? Deyir, yadında saxlasın. Ya ücb eləyəcəksən. Baxacaqsan işvə, vay, gör mən nə yaxşı iş gördüm. Məğrur olacaqsan, qürurlanacaqsan. Ya riya eləyəcəksən. Ya da ki, minnət qoyacaqsan. Ücb riya məlum. Minnət nədir? Quran buyurur, la tubtilu sadaqatikum bil mənni. Sədəqə verdiyiniz sədəqələri minnət qoymaqla batil eləməyin. Minnət qoymaq necə olur? Bizdə belədir ki, məsələn, üzünə vurursan. Deyirsən, mən sənin üçün belə elədim. Minnət qoymaqla batil oldu. Quranın məntiqinə baxın. Quranın məntiqində bu var ki, biri gəlir, səndən bir şey istəyir. Sən ona əl tutursan. Allah rizası bir yaxşılıq eləyirsən. Burada sual bundan ibarətdir ki, əslində yaxşı iş görən kimdir? Bu ehsanı eləyən, yoxsa ehsan olunan? Din buyurur ki, əslində burada ən yaxşı iş görən o ehsan olunandır, bu yox. Ehsan eləyən yox. Bunların ikisi də yaxşıdır, amma ən yaxşısı o gəlib istəyəndir. Ki, gəlir səndən istəyir, bir hacət istəyir, bir kömək istəyir. Sən də ona ehsan edirsən, əl tutursan, buyurur burada ən yaxşı işi görən odur. Din niyə görə belə deyir? Yəni sən qürurlanma ki, mən yaxşı iş görmüşəm. Səndən yaxşı işi görən odur. Niyə? Buyurur, ona görə yaxşı iş görən odur ki, o səni savaba çatdırıb. O olmasaydı, sən bu işi görməyəcəkdin, düz? Sən savaba çatdın, o Allahın bu 4 dənə yazdığı savaba çatdın, onun vasitəsi ilə çatdın. Ona görə də buyurur ki, hədislərdə var, əgər bir şəxs sənin qapıva gəldi, əgər bir şəxs sənin yanıva gəldi, bir ehtiyaca, bir köməyə, elə bir Allahın rəhməti gəlib sənin qapıva. Elə bir Allahın mərhəməti gəlib sənin başının üstünə. Sən orada deməklə ki, dünən eləmişdin, sırağa gün eləmişdin. Bu gün də gəlib o rəhmət. Yəni, rəhmət gəldikcə sən ondan, çünki insanın ölənə qədər rəhmətə, Allah rəhmətinə ehtiyacı var. Nəinki ölənə qədər, ta qiyamətə qədər. Ona görə buyurur, yaxşı iş görən əslində o ehsan olunandır ki, səni savaba çatdırdı. İmam Musa ibn Cəfər ağanın, Musa-i Kazım əleyhissalamın, 7-ci imamımızın burada gözəl bir hədisi var. Buyurur, əgər fəqirlər olmasaydı, imkanlılar cənnətə getməzdi. Yəni, imkanlılar ki, cənnətə gedib, fəqirin hesabına gedib. Gör, indi fəqirin məqamına bax. Sən yaxşı iş görmüsən, amma səni cənnətə aparan odur. O olmasaydı, sən bu işləri görə bilməyəcəkdin. Ona görə, ay ehsan eləyən, ay yaxşılıq eləyən, düşünməklə ki, əslində elə yaxşılıq eləyən sənsən. Xeyr, əslində yaxşı iş görən odur ki, səni savaba çatdırıb. Ona görə də din buyurur, minnət qoymağın mənası nədir? Minnət niyə qoyursan? Minnəti o adam qoyar ki, onun məqamı ucadır, aşağıya minnət qoyur. Sən yaxşı iş görmüsən, o da sənin yaxşı işindən bəhrələnib. Düz, burada buyurur, onun məqamı səndən çoxdur. Sən ona minnət qoya bilərsən? Məqamı aşağı olan, məqamı yuxarı olana minnət qoya bilməz ki. Şagird məllimə minnət qoya bilməz ki.
Müəllim şagirdə minnət qoya bilər də, çünki onun məqamı bundan üstündür. Din buyurur, burada iki yaxşılıq eləyəndən ikincisinin məqamı üstün olduğuna görə yaxşılıq eləyənin minnət qoymasının da adı olmaz. Çünki bunun vasitəsilə o savaba çatıb. Ona görə buyurur ki, minnətlə sədəqələrinizi, ehsanlarınızı, yaxşı işlərinizi batil eləməyin. Hədisləri biz oxuyanda bu nəticəyə gəlirik ki, o adam ki gəlir və sən ona yaxşılıq eləyirsən, o Allahın nümayəndəsi sayılır. Allahın naibi sayılır. Yəni sən əslində verdiyi kimə verirsən? Allaha. Quran səslənir, buyurur, Mən zəlləzi yuqrizullaha qərzən həsəna. Kim də Allaha gözəl borc versin? Gözəl borc versin Allaha. Yəni fəqiri göndərəndə sən əslində verdiyi fəqirə vermədin, Allaha verdin, düz? Din nə deyir? Din burada deyir ki, o gələn Allahın naibi sayılır. Ki onun adından gəlir alır səndən. Ona görə onu aşağı bilmə. Əksinə onu özündən yuxarı bil. Yuxarı da bilsən minnət qoymayacaqsan. Bu şərtlə ki yadından çıxart, sil. Ataların bir yaxşı sözü var. Biz doğrudan bu mühüm bir məsələdir ya. Deyir yaxşılığı elə at dəryaya. Balıq da bilməsə xaliq bilər. Gör nə gözəl söz deyiblər. Amma biz dəryaya atmaq istəmirik. Biz istəyirik ki, bilinsin. Allah bildi, kifayətdir. Narahat olma. Hədislərdə var, quyunun dibində də olsa o yaxşılıq çıxartacaq, onu göstərəcək. Nə qədər məsum imamlarımızın etdiyi yaxşı işləri cəmiyyət gizlədirdi. Dostlar da gizlədirdi, düşmənlər də gizlədirdi. Amma o yaxşılıqlar indi bu günləri gün kimi aşkardır. Bir zaman gizlədirdilər. Adam var, yaxşılığı eləyir, 10 dənə variantdan istifadə eləyir ki, onu aşkar eləsin. Amma məsumlarımızın dövründə bir dənə də variant yox idi. Əksinə, yüzlərlə variantlar var idi ki, gizlətməkdən ötürü. Amma görürsən, maşallah. Əleyhissalamın nə qədər fəzilətləri, məsumlarımızın nə qədər fəzilətləri, bu fəzilətlər o vaxtı belə döyürdü. Ki, məsələn, yazsınlar, aşkar eləsinlər, reklam eləsinlər, onunla təbliğ eləsinlər, bunların heç biri yox idi. Əksinə olurdu. Təbliğ əksinə gedirdi, gizlədirdilər. Amma bundan belə görürsən ki, bunların arxasında Allah deyir ki, hamısının, bütün yaxşılığın arxasında mən dayanmışam. Əgər yadından çıxartson, minnət qoymason, ücb eləməson, riya eləməson, onu mən quyunun dibində də olsa, dəryanın dərinliyində də olsa, onu mən aşkar eləyəcəm. İkinci dedik ki, müsibəti yadından çıxart, ki, hədislərin oxuduq, buna da artıq mən hədis, ayə oxumağa lüzum bilmirəm. Üçüncü, dedik ki, pisliyi yadından çıxart. Sənə olunan pisliyi yadından çıxart. Mən bu mövzunu təkrarən ona görə eləyirəm ki, çünki burada ayələr var ki, adam istəmir o ayələr belə deyilsin. Əksinə istəyirəm ki, o ayələr deyilsin ki, çünki lazımlı ayələrdir. Ayələr insanları pislə, yaxşıyla bağlı neçə dəstəyə bölüblər. Neçə dəstə ayələrə baxanda görürük ki, pis və yaxşılıq müqabilində insanlar neçə dəstəyə ayrılıblar. Birinci dəstə insanlar kimlərdir? O insanlardılar ki, yaxşılıqla pisliyi qarışdırıblar. Çünki burada mühüm mətləblər var, mən demək istəyirəm bunu. Düzdür, bəzi ayə və hədislərin ötən dəfə oxuduq. Qarışdırıblar. Əyri ilə düzü qarışdırıblar. Düzü əyri, əyrini düz biliblər. Bu tarix boyu belə olub. Ki, bəzi insanlar olub ki, hidayəti zəlalət biliblər. Azğınlığı hidayət biliblər. Mümkündür ki, belə hal olsun. Quran buyurur, Əraf surəsi 30-cu ayədə. Fəhəqqə aleyhimuz zəlaləh. Bir dəstə insan var ki, zəlalət onlar üçün haqq oldu. Yəni, onlar da sözsüz, söhbətsiz azğın oldular. Necə? İnnəhum, indi danışır onlardan. Buyurur ki, onlar ittəxəzu şəyatin min əvliyaə min dunillah. Onlar Allahı qoyub, şeytanları özlərinə vəli seçdilər.
Yəni ağa, rəhbər, dost seçdilər şeytanları özlərinə. Sözün canı burasındadır. Yəhsəbunə ennəhum muhtədun. Belə eləyiblər. Cəhənnəm desinlər ki, səhv eləmişik. Amma yox, deyirlər biz muhtədun, hidayət olmuşuq. Şeytanı seçib yolundan azıblar. Demək əvəzinə ki, biz yolumuzu azmışıq, etiraf eləmək əvəzinə neynirlər? Deyirlər, hidayət olmuşuq. Bu ayənin bariz nümunələri indi var, yoxdur. Nə qədər desən var. Əslində zəlalətdir, amma hidayət bilirlər. Azıb yolun, deyir, yolumu tapmışam. Yoldan çıxıb, deyir, yox, mən elə düz yolun ortasındayım. Sən gedəcəksən cəhənnəmə, mən cənnətə gedəcəm. Yəhsəbunə ennəhum muhtədun. Doğrudan da bəzi insanlar var, belədir. Dualarda var, ilahi pərverdigara, məsumların dualarında. Ağlımızın yaxşı bilib elədiyi işlərdən məni qoru. Ola bilər, mənim ağlım yaxşı bilib onu. Mən əslində əyri olanı düz bilib getmişəm ona sarı. Amma sən demə, bu əyriymiş. Zəlaləti hidayət bilib getmişəm ona sarı. Amma sən demə, bu zəlalət imiş. Batili haq bilib getmişəm ona sarı. Sən demə, bu batil imiş. Gedir insan ta Əli əleyhissalamın bir sözü var. Öləndə ayılacaq. Hələ ölənə qədər bu əyrini düz bilib. Öləndə ayılır. Ən-nasu niyamun fəizamatu intəbəhu. Ağa buyurur ki, insanlar yuxudadırlar, öləndə ayılacaqlar. Ölənə qədər elə bilirlər ki, düzdülər. Zuyyinə ləhu su'u əməlihi fərəahu həsənə. Mümkündür belə bir hal olsun. Peyğəmbər dövründə də bu olub. İmandan olmayan bir şeyi adam gəlir imandan bilir. Elə bilir ki, imandandır bu şey. Bir işi görür, elə bilir ki, imandandır, amma əslində imandan deyir. Bir nəfər xəstələnmişdi Peyğəmbər dövründə, səhabələrdən idi. Peyğəmbər xəbər tutur ki, filan kəs xəstələnib. Durur, gəlir onun görüşünə, xəstə görüşünə getməyin böyük savabı var. Gəlir Peyğəmbər görüşünə, əyləşir, o da xəstə yatağında yatıb, Peyğəmbər əyləşir yanında, salam, əleykəssalam, başlayırlar söhbətə. Bu xəstə indi nə qədər də olmasa adamın görüşünə Peyğəmbər gəlib. Bu balaca adam deyir. Bu biraz qürurlanır, fəxrisi keçirir içərisində ki, gör kim gəlib. İstəyir özünü biraz nəsə göstərsin Peyğəmbərə. Xəstədir, ağrıyır, baxır Peyğəmbərə, baxır, deyir, ya Rasulallah, özüm istəmişəm bu xəstəliyi. Özüm istəmişəm bu xəstəliyi. İstəyir ki, elə bilir imandandır, özüm istəmişəm. Peyğəmbər baxır, deyir, çox səhv eləyib istəmişsən. Çox səhv eləyib istəmişsən. Bu nədir? Niyə belə istəmişsən? Elə bilirdi ki, düz istəyib. Amma Peyğəmbər ona səhvi başa saldı. Dedi, bəs Quranda Allah duanın yolunu öyrətməyib bizə ki, sən onu gündə namazlarında, qunutda oxuyursan, Rəbbənə atina fid-dünya həsənə və fil-axirəti həsənə. Allah dünyada da bizə gözəllik, yaxşılıq ver, axirətdə də gözəllik, yaxşılıq ver. Sən dünyanı tərk edirsən, ancaq yapışmaq istəyirsən axirətin gözəlliyindən. Bəs bu dünyanın gözəlliyi kimlər üçündür? Kafirlər üçün? Yox, sənin üçün. Sən sağlam ol, ged o gözəlliklərdən istifadə elə. Əlbəttə halallığa riayət eləmək şərti ilə. Rəbbənə atina, sən gərək belə istəyəydin ki, dünyada da bizə gözəllik ver. Axirətdə möminin gözəlliyi öz yerində, amma mömin düşünməsin ki, bu dünyanın gözəlliyindən keçim, o dünyanın gözəlliyinə çatmaqdan ötürü bu dünyanın gözəlliyindən keçmək deyir. Yolu imandır, təqvadır, salih əməldir öz yerində, amma Allah bu gözəlliyi sənin üçün yaradıb. Nə qədər dünyada nazı nemət var, mömin üçün yaradıb. Ən yaxşısı nə var, mömin üçün yaradıb. Bir nəfər gəldi İmam Rıza əleyhissalamın yanına, 8-ci imamımızın, gördü ki, ağa çox gözəl qiymətli paltar giyinib. O zaman olub sufilər,
Sufilərin əqidəsi biraz düzgün olmayıb. Niyə? Çünki onlar zöhd yəni nə? Tərk-i dünyalıq. Dinimiz deyir, dünyanı tərk elə. Amma əlindən yox, qəlbindən. Əlində olsun, qəlbində olmasın. Əli əleyhissalamından soruşdular ki, tərk-i dünyalıq nədir? Mən tərk edeyim, gedim, oturum bir daxmada. Ağa buyurur ki, xeyr, tərk-i dünyalıq odur ki, sən əlvə gələn bir şeyə sevinməyəsən, əlindən gedən bir şeyə də qəmlənməyəsən. Əgər beləsinsə, sən tərk-i dünyasan. Dinimiz də tərk-i dünyalığı bu mənada insanlara öyrədir. Ki, qəlbindən çıxart, ki, əlvə gələndə sevinməyəsən. Biz niyə sevinirik? Çünki qəlbimizdə var onun məhəbbəti. Niyə gedəndə kədərlənirik? Çünki qəlbimizdə var məhəbbəti. Buyurur, tərk-i dünyalıq odur ki, sən sevinməyəsən, gələndə, gedəndə də kədərlənməyəsən. Yolu budur ki, onu gərək qəlbindən çıxartasan, əlində olsun. Bəziləri tərk-i dünyalığı səhv başa düşürdülər. Ona görə görəndə ki, bir məsum imam bahalı paltar giyinib gəlirdilər, etiraz edirdilər. Yabna Rasulullah, sən düz iş görmürsən. İmam Rıza əleyhissalam baxdı bu şəxsə, buyurdu ki, niyə? Dedi, çünki sən bahalı paltar geyinmirsən. Bu nədir, bunun qiyməti gör nə qədər? Din buna icazə verir. Elə bilir ki, necə bəs tərk-i dünyasan sən? Necə zahid insansan sən? İmam baxır, bir söz buyurur. Buyurur, Yusif Peyğəmbər bahalı gözəl paltarlar giyinərdi, giyinməzdi. Deyir, bəli, Yusuf Peyğəmbər Misrin padşahı idi. Harada gözəli var, giyinərdi, padşahdır da. Deyir, yaxşı, Quran-ı Kərimdə bir yer var ki, Yusuf Peyğəmbəri Allah qınasın buna görə. Deyir, yox. Deyir, onda məni niyə qınayırsan? Əgər bu qınanmalı bir şey olsaydı, Allah mütləq Həzrəti Yusufu qınayacaqdı. Nə inirsən sən? Bu nədir geyinmirsən? Çıxart bunları sadə, ucuz, belə də, yamaqlı. Ardıcan bir söz buyurur. Buyurur, bəs Qurandan bu ayəni eşitməmisən ki, Allah Peyğəmbərə buyurur, qul, ya Peyğəmbər cəmaata de, mən hərrəmə zinətəllahilləti əxrəcə li'ibadi. O Allah ki, bəndələri üçün zinətlər çıxarıb, zinətlər qoyub insanlar üçün, onları sizə kim haram elədi? Bu gözəllik, bu zinət, Allah haram eləməyib bunu. Haramın haram eləyib, halalın ki haram eləməyib. Sən özünə niyə halalın haram eləyib? Bu halaldan olsa giyin, lap əla. Halaldan olsa ye, nə qədər istəyirsən, nuş canım. Haramdan olsa bunun yamaqlısı da haramdır. Bunun ucuzu da, keyfiyyətsizi də haramdır. Amma halaldan olsa bahalısı haramdır. Giyin. Amma yetər ki, halala, harama riayət eləyəsən. Görünür ki, bəzi insanlar əyrini düz, düzü əyri, haqqı batil, batili haq. O söz ki, məsumlardan gəlib çatıb bizə ağlımızla, bizlə rəftar eləmə, düşüncəmizin yaxşı bildiyi şeylərdən bizi qoru, ola bilər. Allah, mən bunu yaxşı bilirəm, amma əslində bu yaxşı deyil. Mən bu misalı hər dəfə çəkmişəm ki, bir ata can verir, övladına deyir ki, oğlum, dur mənim üçün bir stəkan su gətir. Oğul fikirləşir ki, atam məndən su istədi. Qoy yaxşı çıxsın deyə gedim buna dükandan fanta alım gətirim. Gedib gəlmək neçə dəqiqə vaxt aparacaq. Düz? Amma bir stəkan suyu gedib o bir evdən doldurub gətirsəydi, heç bir dəqiqə vaxt aparmayacaqdı. Gedir fantanı alıb gələndə görür ki, ata keçinib. Bu bir stəkan suyu elə orada versəydi buna yaxşı idi. Düz? Amma bu fikirləşdi ki, ən yaxşısı da gedim ondan alım gətirim də. Bu ən yaxşın fikirləşdi, gəlib məqamına çatanda gördü, mən ən yaxşı iş görmədim. Elə ən yaxşı iş bu idi ki, buna su verim. Ola bilir adam bəzən bir işi yaxşı bilib eləyir, görür ki, yox. Adam var sonra çatır ona ki, bəli, bu düz deyirmiş, əla. Adam var ölənəcən də çatmır ona, ən bədbəxt odur, ölənəcən çatmayıb buna. Şəhadəti indi gəlirlər, cəhalətdir əslində, amma cəhalətə şəhadət deyirlər. Gedir Suriyada döyüşür, deyir ki, şəhadət.
cəhalətə şəhadət kimi baxır. O nə qədər ki, ölməyib ayılmayacaq, elə o cür gedəcək. Öləndən sonra bir də görəcək, cəhənnəm mələkləri hazır elə biz səni çoxdan gözləyirdik, gəl bura. Onda ayılacaq ki, vay, mən neynədim? Yaxşı işi düz bilmək, düz işi əyri bilmək. Bunlar, insan gərək bunları seçə, təyin eləyə bir-birindən. Bəzən insan günahın içərisində o qədər batıb, təyin eləyə bilmir. Onlar hamısı, Quran buyurur ki, onlar hamısı günahın nəticələridir. İnsan o qədər ruhun qaraldıb ki, təyin etmək hissiyatın əldən verib. Day o təyin eləyə bilmir. Necə insanın əlində məsələn bir xəstəlik olar, bu əlin xüsusiyyəti budur ki, hiss eləsin. İstini, soyuğu hiss eləsin. Düz? Amma bəzən insanda bir xəstəlik yaranar, psixi xəstəlik və yaxud da qeyri bir xəstəlik, əl öz hissiyatını əlindən verər. Elə, məsələn, isti şeyə toxunar, bilməz istidir, yandırmır. Soyuq şeyə toxunar, bilməz. Ruhi xəstə olan insanlar görürsən, qışın oğlan çağında gəzir küçədə ayaq yalın. Ayağında ayaqqabı yox, corab yox, hiss eləmir. Bunun xüsusiyyəti, funksiyası budur ki, bu hiss eləsin, amma hissiyyatı əldən verib. İnsan qəlbinin də funksiyası budur ki, o ayıra bilir. Haqqı batildən, zəlaləti hidayətdən ayıra bilir. Amma ruh günahlar nəticəsində qaraldı, artıq ruh getdi öz işinin dalıcan. Ayıra bilmir. Ki, haq nədir, batil nədir? Ona görə Quran buyurur ki, onlar şeytanları dost tutublar, ağa rəhbər tutublar, güman eləyirlər ki, yəhsəbunə ennəhum muhtədun. Ki, hidayət olublar. Amma yox, hidayət tamam başqa bir şeydir. Biz gəlib onu əyrini hidayət bilmişik. Daha doğrusu ikinci dəstə insanlar. Buyurur, qarışdırmayıblar. Düzü düz bilirlər. Əyrini əyri bilirlər. Bilirlər ki, bu pisdir, bu da yaxşıdır. Amma inatkarlıq o dərəcədədir ki, qoymur ki, o inatkarlıq sən düzə düz kimi baxasan. Deyirsən, yox, elə əyridir. İnsanın ən böyük bəlalarından da biri budur. Düzdüyün dərk eləyirsən, görürsən, amma yenə deyirsən əyridir. Peyğəmbəri gördülər ki, bu peyğəmbərdir, amma dedilər, yox, bu sehirbazdır. Sehirbaz bu işi görə bilməz. Amma yenə adını qoydular sehirbaz. Bunu danışmışıq, hətta Məhəmməd Ticani Səmavi də bunu kitabında qeyd eləyir. O əhl-i sünnə olub sonradan şiyyəliyi qəbul elədi. Kitablar yazdı ki, biri də necə hidayət oldumdur. O nəql eləyir bunu ki, 2 nəfər gedir, uzaqdan qaraltı görürlər. Biri deyir, bu keçidir, biri deyir, quşdur. Mübahisə eləyirlər, gəlib çatanda görürlər ki, bu qanad çaldı, uçdu. İndi bu keçi deyən gərək qəbul eləsin axı ki, bu quş imiş də. İnatkarlıq o həddə deyir Platondan, keçi də uçarmış. Cahillik o dərəcədə qəbul eləmir. Gözü ilə görür, amma qəbul eləmir. Birinə deyirəm ki, sən get filan kitabı oxu, filan kitabın, filan cildinin, filan səhifəsində bu yazılıb. Gedir, gəlir, deyir, ya hacı sən səhv dedin. Deyəm, nə ya, yoxdur orada bəyəm. Deyir, ya sən dedin ki, 50-ci səhifədə, amma 56-cı səhifədə idi. Nə fərq indi 6 səhifə səhv demişəm də, axır var da. İnatkarlıq o dərəcədə gəlir, yenə o səhvi məndə axtarır. Söz buradadır ki, qarışdırmayıblar, bilirlər, amma mümkün deyil. Quran-ı Kərimdə bu barədə ayə var. Rəd surəsinin 6-cı ayəsində bunlardan danışır. Buyurur, yəstəcilunəkə bis-səyyiə qabləl həsənə. Onlar Peyğəmbərdən mərhəmət istəməyə əvəzinə əzab istədilər. Bədbəxtçiliyin nişanəsindən danışır Allah bu ayədə. Gör, nə cür insan göndərdim sənə. Aləmlərə rəhmət deyə bu insan. Amma sən gəlirsən ondan əzab istəyirsən. Gör, bu insan sənin üçün neynə deyə. Gör, nə işlər gör deyə. Qədir-i-xumda gör, kimi sənə Mövla təyin elədi. Amma bədbəxtçiliyin dərəcəsinə bax, sən qəbul eləmək əvəzinə. O mərhəməti istəmək əvəzinə bəla istəyirsən özün üçün. Quran-ı Kərim bunlardan deyir, mən bunlardan təəccüblənirəm. Bunun düzdüyün bilirlər, qəbul da eləyiblər. Mərhəmət istəmək əvəzinə əzab istəyirlər. Nümunəsi harada? Danışmışıq, eşitmişsiniz.
Haris ibn Nu'man Fehri, Peyğəmbər Həzrət Əlini qaldırdı əlin. Dedi, mən kimin mövlasıyam? Əli onun mövlasıdır. Dedi, hamıya da çatdırdı. Dedi, eşidənlər də eşitməyənlərə çatdırsın. Eşitməyənlərə də eşidənlər çatdıranda getdi, dəvənin birinin üstündə bir kişi oturmuşdu. Haris ibn Nu'man Fehri xəbər tutdu ki, Həzrət Əlini Peyğəmbər mövla təyin elədi. Deyir, dəvəsindən düşdü, cəmaatı yara-yara gəldi Peyğəmbərin, dayandı qabağında. Dedi, ya Rasulallah, sən dedin, namaz qıldıq, oruç tutduq. İndi də gətirib əmin oğlun Əli ibn Əbi Talibi bizə mövla təyin edirsən. Bu sənin öz tərəfindəndir, yoxsa Allah tərəfindən? Peyğəmbər buyurdu, Allah tərəfindən. Bildi də Peyğəmbərliyini də qəbul edir. Gör, inatkarlığa bax, çevrilir o tərəfə, əllərini açır, deyir, ilahi pərverdigara. Əgər düz deyirsə, Peyğəmbər Həzrəti Əlinin seçimi sənin tərəfindəndirsə, başıma daş nazil elə. Yazırlar, gedib miniyinə, dəvəsinə çatmamış göydən bir daş düşdü bunun başına. Elə oradaca öldü. Peyğəmbər gör, nə iş görüb sənin üçün? Qəbul da eləyirsən Peyğəmbəri. O deyib sənə namaz qıldın. Onun söz, yoxsa sən namaz qılırdın. O deyib oruç tutdun. İndi o deyir, Həzrət Əli sənə mövladır. Yaxşı, bunu da Peyğəmbər dedi ki, mənim tərəfimdən deyil, Allah tərəfindəndir. Mərhəmət istə də. Niyə bəla istəyirsən özün üçün? Rəd surəsi 6-cı ayə buyurur, mən təəccüblənirəm bunlardan. Niyə özlərinə mərhəmət bildikləri halda onu istəmirlər? Cənnətə yəqin olduğu bizə də aid ola bilər bu söz. Cənnətə indi hamımızın yəqini var da burada. Şükür Allah ki, Allah qismət eləyib. O iman az, çox var ki, hamımız bilirik ki, cənnət var. Hamımız bilirik ki, cəhənnəm var. Amma görürsən, o şeylər ki, bizi cənnətə aparır, onların bir çoxunu tərk eləyirik. O şeylər ki, bizi cəhənnəmə aparır, onların da çoxunu yerinə yetiririk. Bilirik. Amma nə olsun? İmam Hüseyin ağa məqtəldə can verir. Şümr məlun gəldi, yotdu sinəsinin üstündə. Gözlərin açır, ağa yumur. Qanlı gözlərin. Neçə min yara, ox nizə yarası, xəncər yarası ağıya deyib, düşüb taqəti yoxdur. Durub oturmağa taqəti yoxdur. Qəlbinə ox vurublar. Ürəyinə ox vurublar ki, ağa arxadan çıxartdı oxu, yazırlar ki, arxadan dartdı, çıxartdı oxu. Qanın götürdü, sürtdü üzünə, gözünə. Məqtəldə uzanıb şümür gəldi, yotdu sinəsinin üstündə. Baxdı belə gözlərini açanda gördü şümür. Bir sual verdi ona. Dedi, məni tanımırsan? Dedi, niyə tanıyıram? Adın Hüseyin İbni Əli. Niyə tanıyıram? Anovun adı Zəhra. Tanıyıram, sən Peyğəmbərin balasısan. Bilirəm. Dedi, bəs niyə öldürürsən? Burada bir incə məqam var. Bu sözü danışdım, o incə məqamı xatırlatmaqdan ötürü. Dedi, görürsünüz, bilmək kifayət eləmir. Bilməyin insana xeyri yoxdur. Dedi, bilirəm, Hüseynsən. Bilirəm, cəddün Peyğəmbərdir. Amma nə olsun? Bilmək kifayət eləmir, fayda vermir insana. O bilməyin yanında imanla eşq olmasa o bilmək insanı cəhənnəmə aparar. Biz də bilirik ki, cəhənnəm var. Amma nə olsun? Cəhənnəmə aparan amillərdən, işlərdən nə qədər deyirsən görürük. Qeybət insanı cəhənnəmə aparar, danışırıq. Pis söz danışmaq cəhənnəmə aparar, danışırıq. Nə bilim, nə iş insanı cəhənnəmə aparar, görsən eləyirik. Bilmək kifayət eləmir. O bilməyin yanında Allah ona görə buyurur ki, iman gətirin. Yəni, elmin yanında iman olmasa, o elm axırda insanı aparar, Hüseyn qatili eləyər. Şümrün imanı yox idi elmin yanında, ona görə şümr oldu. İmanla eşq olsaydı olmayacaqdı şümr. Nə olsun bilirsən? Bir nəfər deyir, hacı mən bir dəfə danışdım məsciddə. Danışdım, çıxdım çöldə deyib bir nəfər yaxınlaşdı mənə, baxdı, dedi o sən danışdıqlarından mən bilirsən nə qədər bilirəm. Özdə 15 il bundan qabaq oxumuşam, danışdıqlarının hamısını bilirəm. Deyib, baxdım buna, dedim, nə olsun? Bilməyin nə faydası? Bilməyə nə verirlər ki? Bilməyə heç nə verməzlər. Əsas imandır, eşqidir ki, səni çəksin, gətirsin əmələ. Olmasa olmayacaq. Buyurur, bəzi insanlar bu cürdür. Mərhəmətin bilirlər, amma mərhəmətin istəmək əvəzinə bəla istəyirlər. İstə bu cənnəti də.
Niyə özünə bəla istəyirsən? Niyə özünə cəhənnəm istəyirsən? Quran-ı Kərimdə bir ayə var, buyurur ki, qorxun Allahdan, əhlinizi də qorxudun, uşaqlarınızı da qorxudun. Niyə? Deyir, siz uşaqlarınızın ayağına daş dəyməsinə razı deyilsiniz. Necə uşaqlarınıza razı olursunuz ki, onlar cəhənnəmə getsinlər? Bir ata ki, din bunu buyurur ha, buyurur bir ata ki, oğlunu günaha sövq elətdirir, deyir, oğlum, ged mənim üçün dükandan şərab al gətir, nəuzubillah. Həmin ata övladının ayağına daş dəyməsinə razı deyir, amma hal-hazırda övladını aparır ota. Çox təəccüblüdür, çox maraqlıdır. Razı olarsan, tikan batsın ayağına, yox. Deyir, bəs niyə razısan cəhənnəmdə yansın? Axı, o əməl cəhənnəmə aparır. Ona görə bilməklə bir şey insan gedib bir yerə çata bilməz. Buyurur, üçüncü dəstə o insanlardılar ki, yaxşılığa yaxşılıqla cavab verirlər. Bu da əla. Əhsin kəma əhsənəllahu iləyk. Ayə buyurur. Ehsan elə, necə ki, sənə ehsan eləyirlər. Üçüncü dəstə, dördüncü dəstə daha doğrusu. O insanlardılar ki, pisliyə yaxşılıqla cavab verirlər. Burada bir mətləbi, mən bunun barəsində danışdım, bir mətləbi deyim, inşallah zəhmətimi qutarıram. Gərək biz də o cür olaq. Məxsusən o yerlərdə ki, cəmiyyətdə bu hal mümkündür, baş versin. Biri məsələn hidayət olub, şükür Allaha qayıdıb, məsələn neçə illər cahiliyyətdə olub, günahlar eləyib, içki içib, məsələn haram işlər görüb, günahlar eləyib, indi şükür Allaha qayıdıb. Dinimiz bizə haqq vermir ki, onun elədiklərini onun yadına salaq. Olmaz. Yaxşı hal deyir ki, insan ona desin ki, sən məsələn qabaq belə eləyirdin. O gəlib onu əksinə təşviq eləmək lazımdır. Həvəsləndirmək lazımdır ki, Allah inşallah ki, bağışlayandır, bağışlayıb da, amma yox. Bir mömin görürsən, müəyyən bir ildən sonra qayıdıb gələn, hidayət olan bir möminə, hal-hazırda mömin olan bir şəxsə keçmişdəki günahların sayır. Ki, sən belə eləyirdin. Möminin haqqı yoxdur ki, bir nəfər sonradan hidayət olan insanın keçmişdəki cahilliklərin ona xatır. Allah buyurur, unut, sən nə karəsən ki, gətirib yadına salırsan. Olmaz. Peyğəmbərin ki, dininə bu qədər axın oldu, ona görə alimlər yazırlar. Bir xüsusiyyətdə bu idi ki, Peyğəmbərə əvvəllər kim ki pislik eləmişdi, indi İslamı qəbul eləyəndən sonra Peyğəmbər göz yumurdu onun cahilliyinə. Bu əvvəl nə olub, göz yumurdu. Elə bil ki, bu elə əvvəldən yaxşı adam olub. Peyğəmbər onu o cür qarşılayırdı. Amma biz necə? Biz məsələn, mümkündür ki, 30 ildir mən namaz qılıram, balaca vaxtımdan namaz qılıram, uşaq vaxtımdan namaz qılıram, indi gəlim məsələn, bir ildir hidayət olmuş, namaz qılana mən özümü üstün bilim ki, mən səndən yaxşıyam, çünki sən belə olmaz. Əfsuslar olsun ki, bəzi möminlərin içərisində bu hal var. Mən özüm müşahidə eləmişəm bunu. Olmaz. Yaxşı hal deyir ki, insan yadına salsın. Baxın Peyğəmbərin hərəkətlərinə. İmam Sadiq əleyhissalamın hətta deyirlər Həsən adında bir şəxs. Həsən ibn Əli Əsğər ibn Səccad. İmam Səccad ağanın nəvəsi var idi Həsən adında. İmam Sadiq əleyhissalamdan da əmioğlu düşürdülər. İmam Sadiq ağanın əmsi oğlu idi. İmam Sadiq əleyhissalama bir hadisədə əmsi oğlu Həsən balaca bir xəncəri var idi əlində. Hücum çəkir ki, ağanı öldürsün. Ağana nəsə sözləri düz gəlməmişdi. Bir qiyamda ağa o qiyamın əleyhinə idi, bu isə o qiyamın bayraqdarı idi. Bildi ki, İmam Sadiq əleyhissalam bu qiyamın əleyhinədir, durdu gəldi, xəncəri götürdü, istədi ağanı öldürsün. Qoymadılar. Salimə bir kənizdir, qadındır, İmam Sadiq əleyhissalamın kənizlərindən. Deyir, elə ki, ağanın axırıncı dəqiqələridir, yəni dünyadan gedir. Şəhadət yastığında uzanıb, deyir ki, 70 dinar, mənim pulumdan ayırın 70 dinar. Verin Həsənə. Salimə deyir, mən dedim ki, ağa, yəbnə Rəsulillah, o Həsən ki, bir zamanlar sənə hücum çəkirdi əlində bıçaq, xəncər, o Həsənə 70 dinar versinlər. Əmin oğlu dedi ki, bəli.
Dedi, axı o səni öldürmək istəyirdi, ağa. Ağa buyurdu ki, mən istəyirəm Quranın bu ayəsinə əməl eləyim. وَالَّذ۪ينَ يَسِلُونَ مَا أَمَرَ اللّٰهُ بِهِ اَنْ يُوسَلْ Allah buyurur ki, sizdən rabitəni kəsənlərlə gedin rabitə bərpa edin. وَيَخْشَوْنَ رَبَّهُمْ وَيَخَافُونَ سُوءَ الْحِسَابِ Möminlər o şəxslərdilər ki, hesab günündən qorxarlar və Allahdan qorxarlar. Allah əmr eləyir ki, sən ged rabitə bərpa elə, əlaqə yarat, o adamlarla ki, sənlə əlaqəni kəsiblər. İstəyirəm buna əməl eləyim. O mənim qohumumdur, əmim oğludur. Mənə boğazıma bıçaq söykəsə də, indi mən dünyadan gedirəm, istəyirəm bu ayəyə əməl eləyim. Bu ayəni oxudu, ardıcan bu hədisi söylədi. Buyurdu ki, ey Salimə, kənizinə buyurur. Allah cənnəti yaratdı, onu bəzədi, ondan sonra ətirlədi. Cənnətin xüsusi ətri var ki, Allah o ətirlə onu ətirləndirdi. Cənnətin ətri o qədər çoxdur ki, 2000 illik yol fasiləsindən o duyular. 2000 illik yol fasiləsindən o hiss olunar. Amma iki nəfər bu duyğudan, bu hissdən məhrum qalar. Yəbnə Rasulullah, kimdir o iki nəfər? Dedi, bir valideynin üzünə ağ olan, bir də qohumlarla əlaqəni kəsən. O adamlar ki, bunlara pislik eləyib, bu da əlaqəni kəsib elə o pisliyə görə. Allah buyurur, cavabın yaxşılığından qaytar. Bu nəfsinə qapanıb, bu əksinə öz bildiyin eləyir. Bunlar buyurur ki, onlardan məhrum qalarlar. Ona görə də o insanlar ki, əvvəldən cahil olublar, sonra hidayət olublar, əksinə onları lazımdır ki, insan təşviq eləsin. Nəinki özün onlardan üstün bilsin və yaxud da elədiklərini onların üzünə vursun. Peyğəmbərdən bir kiçik hekayə danışmaq istəyirəm ki, Peyğəmbərin dövründə elə insanlar var idi ki, Peyğəmbər onların qanın hədər bilmişdi. Onlara deyirlər məhduru dəm, yəni qanları halaldır. Harada gördünüz öldürün. Nə deyəsi var, nə də bir şey. Hətta Kəbədə də görsünüz, tutun, çıxartın, öldürün. Onların qanları halaldır, hədərdir. Onlardan biri kim idi? Onlardan biri Əbu Cəhlin oğlu Əkrəmə. Əbu Cəhl, atası Ciday İslamda, İslamın ən qatı düşmənlərindən idi. Peyğəmbər buyurdu ki, Əbu Cəhl Firondan da pisdir. Soruşdular, ya Rasulallah, niyə? Dedi, Firon heç olmasa öləndə, dedi, mən Musanın Allahına iman gətirdim. Amma Əbu Cəhl Bədirdə onu öldürdülər, Bədir müharibəsində. Bədir müharibəsində öləndə Abdullah ibn Məsud ki, oturmuşdu başının üstündə, istəyirdi başını kəssin. Baxdı Abdullaha, dedi, Abdullah, get Həbibivə çatdır, sahibivə çatdır Peyğəmbərə. Deyinən ki, yer üzündə mənim ən qatı düşmənim bir nəfər varsa, o da Abdullahın oğludur. Yəni Peyğəmbər. Dedi, heç olmasa Firon öləndə, dedi, iman gətirdim, bu öləndə elə gənə düşmənçiliyindən əl çəkmədi. Əbu Cəhlin oğlu Əkrəmə yazırlar ki, Peyğəmbər Məkkəni fəth eləyəndə hicrətin 8-ci ilində. Əkrəmə da qanı halaldır, bunu harda tutdular, öldürəcəklər. İstəyir qaçsın, çıxsın Ərəbistan yarımadasından, gəlir, minir bir dənə gəmiyə, istəyir dənizlə qaçsın, dəryanla qaçsın. Bir yerdə külək əsir, tufan qopur, orada deyir bunun, o yatmış mənəviyyatı ayılır. Başlayır Allaha yalvarmağa. İlahi pərverdigara, əgər məni buradan çıxartson və nicat tapsam, birbaşa buradan gedəcəm Mədiniyə, Peyğəmbəri ziyarət eləyib ona iman gətirəcəm. Allah buna bir xilas eləyir. Elə olur ki, bunlar xilas olurlar gəmidən, oradan birbaşa gəlir Peyğəmbərin huzuruna. Xəbər verirlər ki, ya Rasulallah, Əkrəmə gəlir. Elə Əkrəmənin adını eşidəndə Peyğəmbər qalxır ayağa. Kim idi ya bu? Kimin balasıdır, kimin oğludur, özü də kimdir, qanı halaldır. Amma Peyğəmbər bilir ki, o niyə gəlir? Gəldi, çatdı Peyğəmbərin yanına, salam verdi, səhabələrə işarə elədi ki, üşvüz olmasın bundan. Qoy görək nə deyir.
Dedi, ya Resulallah, əşhədu ən la ilahə illallah, əşhədu ənnə Muhammədən Rasulullah. Mən İslamı qəbul elədim. Peyğəmbər əlini uzatdı. Bunu ilə görüşdü. Yazırlar ki, hətta qol boyun doldular. Qol boyun doldular. Peyğəmbər sonra bu sözü dedi. Dedi, mərhəbən bir rakibil muhacir. Qaçan, hicrət eləyən, köçən, səvariyə eşq olsun. Qaçmaq istəyirdi axı bu. Dedi, hicrət eləyən, səvariyə eşq olsun. Deyir, müsəlmanlar sonra, İslam qəbul eləyəndən sonra, müsəlmanlar bunun yanında Əbu Cəhli söyürdülər. Lənət deyirdilər. Deyir, bu gəldi Peyğəmbərin yanına, dedi, ya Resulallah, bunlar mənim atama nalayiq sözlər deyirlər, lənət deyirlər. Peyğəmbər onları çəkindirdi. Dedi, o olan yerdə nə badə Əbu Cəhlə lənət oxuyasınız? Olmaz. Çünki onun övladı narahat olur bundan. Peyğəmbər qoymadı. Ondan sonra yazırlar ki, Əkrəmə Peyğəmbərin yanında elə bir məqama çatdı ki, Peyğəmbər onu sədəqə, zəkat yığmaqdan ötürü məmur eləyirdi ki, deyirdi, ged o qəbilədən sədəqələri yığ gətir. İslamı qəbul eləyəndən sonra məşhur sözüdür. Dedi ki, mən küfür vaxtımda İslamın qabağını almaqdan ötürü nə qədər var dövlətimdən keçmişəmsə, 2 qatın İslamın inkişafına keçəcəm. 2 qatın xərc eləyəcəm ta İslam inkişaf eləsin. Nə qədər küfr vaxtımda İslamın əleyhinə döyüşmüşəmsə, İslamdan sonra, müsəlman olandan sonra onun 2 qatını İslam yolunda döyüşəcəm. Peyğəmbər dünyadan getdi. Bu Peyğəmbər dünyadan gedəndən sonra da nə qədər müharibələr oldu, hamısında iştirak elədi, axırda gəldi Yərmuk adında bir döyüş olub İslamda, xəlifələrin dövründə. O döyüşdə şəhid olur. Gör kim idi? Kimin oğlu idi? Gəldi, fırlandı, kim oldu? Yəni, İslam icazə vermir ki, bu filan kəsin oğludur, hətta onun yanında onu deyəsən. Cahiliyyətdə qanı hədər olub, Peyğəmbər əmr verib ki, öldürün bunu, qanı halaldır. Amma İslam qəbul eləyəndən sonra Peyğəmbər bundan görür nə cür davranır. Ona görə İslam bu qədər inkişaf eləyir. İslama gələnlər bu qədər İslama qəlbən bağlanırlar. Çünki İslamın bu cür ali, ülvi göstərişləri var ki, pisliyə yaxşılıqla cavab ver. Kim olub, onu unut geçsin, göz yum və çalış yaxşılıq elə ki, Allah da sənə yaxşılıq eləsin.